Bir dənə onlarda Qureyşdir. Onlar Məkkədə yaşadıqlarına görə onların evi, eşiği vardı. Məkkə şəhər ordu. Qalan elə ərəblər xeymə qurardı, yaşayardı da. Yəni Bələvi ərəbi madam ki çöldə qalan ərəb deyirsənsə elə ərəblər hamısı iş peşəsi boydu da. Dəvələrin götürülür orada otazdırılır, burada otazdırılır. Hə, nəysə indi o rəhmətliyin sözü olmasın. Amma indi ayrırlar da, deyirlər Ərab bu çöl ərəblərinə aiddir. Allah Quranda deyir ki, qalətil ə'rabu amənna. Çöl ərəbləri, indi biz də olan dili ilə deyək. Çöl ərəbləri dedilər ki, biz iman gətirmişik. Allah deyir ki, qul, ya Rasulallah, de onlara. Ləm tu'minu, iman gətirməmişsiniz. Qulu əslamna, deyin biz müsəlman olmuşuq. Və lamma yədxulul imanu fi qulubikum. Çünki iman hələ sizin qəlblərinizə, ürəklərinizə daxil olmayıb. Deməli, Allah ayırdı da Quranda, İslamı dedi. Onlara de, İslama gəlmişik, müsəlman olmuşuk, iman gətirmişik, hələ deməyin. Deməli, iman ayrıdır, İslam ayrı. Yaxşı. Tohid şirkin müqabilindədir. İslam küfrün müqabilindədir. İman nəyin müqabilindədir? Nifaqın. Nifaq, münafiq. Mömin, münafiq. Müsəlman, kafir. Muvəhhid, yəni tohidə inanan, müşrik, Allaha şərik qoşan. Bunlar bir-birinin müqabilindədir, yadınızda saxlayın. Yaxşı, mən muvəhhidəm, yəni tohidə inanıram. Mən müsəlmanam, yəni İslamdayam. Mən möminəm, iman əhliyəm. Hə? Yaxşı, bu üç dənənin üçünün də şuarı var, yoxsa yoxdur? Şuar, bəli var. Tohiddəyəm, əşhədü ən la ilahə illallah. Müsəlmanam, əşhədü ənə Muhammeden Rasulullah. Möminəm, əşhədü ənə Aliyyən vəliyullah. Allahümmə sallallahu. Ona görə siz deyin başqalarına görəndə, rast gələndə deyin. Deyin ki, yaxşı, sən müvəhhidsən, şuarıvi de, deyəcək la ilahə illallah. Deyən sən müsəlmansan, şuarıvi de, deyəcək risalət şuarın deyəcək. Yaxşı, möminsən, şuarın de, nə deyəcək? Yenə deyəcək, əşhədü ənə Muhammed Rasulullah. Onda belə çıxır, İslamla iman eyni oldu. İslamdan iman eyni oldu. Axı Quran deyir eyni deyil. Ayrıdır. Ayrıdırsa deməli şuarları ayrıdır. Hani bak imanın şuarı? Ona göre yadınızda qalsın. Ona göre bizim böylərimiz de imamlardan ilhamlanıblar. Öz başına diyor ki İmam Sadiq Aleyhisselam'ın kəlamı var. Bir buyurdu ki harda desöz la ilahe illallah Muhammed Resulullah ardınca deyin ki Aliyyun veliyullah. Harda desöz la ilahe illallah ve Muhammed alınca dərhal deyin Aliyyun veliyullah. Niye? Elə buna göre. Çünkü biri tohidin şuarıdır, biri İslam'ın şuarıdır, biri ise imanın şuarıdır ki Allah bizi müvəhhid, müsəlman ve müminlerden karar versin inşallah.